Mən Akif Nağını əvvəl dəyərli adam hesab etmişəm. Özüm də Qarabağ döyüşlərində iştirakçı olduğum üçün hətta bir ara Qarabağa Azadlıq Təşkilatına üzv də olmaq istəmişəm. Məhz bu adamın yolu ilə addımlamaq istəmişəm. Çünki mən elə bilirdim ki, Akif Nağı da Qarabağ döyüşlərində mənim kimi iştirak edib. Hətta Səidə Bəkir qızı haqqında təhqir edici status paylaşanda təəccüblənmişdim ki, bir Qarabağ döyüşçüsü torpaqlarımızın, ana bacılarımızın, qadınlarımızın namusu uğrunda döyüşlərdə iştirak edən bir Akif Nağı niyə belə səhv etsin? Axı bir döyüşçü, qazi, Azərbaycan qadınını niyə təhqir etsin ki? Ta ki, Akif Nağı və Səidə Bəkir qızı debatına qədər. Debatda məlum oldu ki, Akif Nağı heç Qarabağ döyüşlərində iştirak etməyib. Ermənilərə güllə atmayıb. Özü Qarabağlı olsa da heç məcburi köçkündə deyil. Akif Nağı, siz gərək debata çıxmayardınız. Açığını deyim, sizin düşdüyünüz çıxılmaz vəziyyətə, utanç duruma çox üzüldüm. Hətta arzu edirdim ki, Venezuela prezidentini təyyarə ilə gəlib qaçıranlar səni də, Akif Nağını da otaqdan götürüb qaçırsınlar, səni Səidə Bəkir qızının əlindən qurtarsınlar. Vallahi Akif Nağı, elə çıxılmaz vəziyyətdəydiniz ki, söz tapa bilməyib deyirsiniz ki, kimdə nə yoxdursa ondan danışır. Akif müəllim, onda belə çıxır ki, Qarabağa azadlıq istəyən siz, əslində heç Qarabağa azadlıq istəmirsiniz, o arzuda deyilsiniz, Qarabağın azad olmasını istəməmisiniz və ya dövlətçiliyimiz barədə bəlağətli çıxışlar, gözəl çıxışlar edirsiniz. Onda belə çıxır ki, dövlətçiliyə sevgi sizdə yoxdur, özünüz deyirsiniz ki, kimdə nə yoxdur, ondan danışır da. Belə çıxır ki, sizdə də nə yoxdur, ondan danışırsınız da.